Cruises.az-ın değerli dostları, değerli müşterileri, Explora Journeys gemi şirkəti yeni gemi şirkətidir, amma MSC Cruise'lərin tərkibindədir deyə kifayət qədər gəmiçilik sahəsində təcrübəsi olan bir şirkətin nəzdində yeni bir brend olaraq qurulub, lüks segmentdir. Bu segment olan gəmilər əsasən böyük ölçüdə olmazlar. Təxmini 250 metr uzunluğudur, 30 metrə yaxın enidir. Su üstündə qalan hissə 55-60 metrdir. Gəmilər nə ilə fərqlənir? Əvvəla bu gəmilərdə sadəcə suitlərdir. Ölçü itibarilə bu gəmi orta hesabla 2800-3000 sərnişini tuta bilər. Yəni o böyüklüyə, o həcmə sahibdir. Amma buna baxmayaraq bu gəmi şirkəti və bu gəmi təxminən 900 sərnişin qəbul edir. Bu nə deməkdir? Bu o sərnişinlərin kifayət qədər geniş ərazilərə sahib olmağı deməkdir. İstər otaq olaraq, istər ümumi istifadə olunan ərazilər olaraq, restoran, bar, kafe, teatr yerləri, sağlamlıq yerləri, hansı ki, spa və s. Yeməklər haqqında deyim qısa, toplam 6 restoranı var gəminin, 12 də kafe, bar, lunch qismləri var. 6 restorandan 5-i tamamilə pulsuzdur, yəni ödədiyiniz pula daxildir. Sadəcə bir dənəsi İtalyan restoranı, bir dənəsi bu da yoldaş məşhur olacaq. Sadəcə bir dənəsi ödənişlidir, İtalyan restoranıdır. Cüzi bir ödənişlə, kiçik məbləğlərlə rahat bir şəkildə gözəl təamlardan dada bilərsiniz. Ən böyük üstünlüyü Michelin ulduzlu aşçıların kurasiyasındadır. Bu vacib məqamlardan biridir. Kazino və uşaq əyləncə məkanları çox azdır, üstünlük təşkil eləmir. Kazinoda 4 masa var. Amma yeniyetmələr üçün kifayət qədər PlayStation'lardır, oyun yerləri və s. yeniyetmələr üçün. Yenə ölçü itibarilə daha kiçikdir, amma yaxşı, keyfiyyətli xidmət göstərir. Nəticə itibarilə bu gözəllik lüksu sevən, rahatlığı sevən, mən il boyunca zəhmət çəkdim, vaxtım getdi, əməyim getdi və indi daha yaxşı dincəlmək istəyirəm deyənlər üçün əmin olun bir nömrə seçimlərdən biridir. Bax belə, biz porta gəmi yanaşa bilmədi. Bu gəmi üçün, gəmiyə xas bir şey deyil. Bəzi portlar gəmiləri qəbul edə bilmir fiziki olaraq və coğrafi xüsusiyyətlərə görə. Bu ünvanlanan tenderlarla, belə tenderlarla müştərilərini götürür və sahilə aparır, eləcə də geri gətirir. Bax, belə bir gözəllikdir. Explora 1 gəmisidir. Hələ bundan sonra bir neçəsi çıxacaq hər il və marşrutları kifayət qədər fərqlidir. Yəni, Alaskadan bir çox gözəl portlara, Avropada, Amerikada portlara gedir. Bu da Mombasa portuydu və beləcə bu portdan sizinlə sağollaşıram. Gəminin içindən xüsusiyyətləri müxtəlif kafe, bar, lunch, əyləncə, yeməklər, bunlarla əlaqədar ayrıca videolar çəkib sizinlə bölüşəcəm ki, doğru seçim edə biləsiniz. Vacib olan odur, kruizlərdə vacib olan məlumat, doğru məlumatları əldə edib, doğru gözləntiyə sahib olub və doğru insanlarla işləmək əsas olanı budur. Hələlik.